Salam, mən Pələng, Şah Pələng. Atdan üstə. Su gəlir üstümüzə. Allah. Yeni bir videodan hamınıza salam olsun. Hansı ki hazırda Qarabağ ərazisindəyəm və Əsgərandayam. Gördüyünüz kimi burada Əsgəran qalası var. Və ayrıca da demək istəyirəm ki, hər bura gələndə bunu vurğulayıram. Yol qıraqları zibildir yenə. Orada da zibillər var. Burada da zibillər var. Burada da zibillər var. Həmişə vurğulamışam ki, bu torpaqlar mənə görə müqəddəs torpaqlardır. Burada bunu çölə atmayıb, maşında aparmaq çox böyük bir problem deyil, əziyyət deyil. Xalqımdan, vətəndaşlarımdan onu xahiş edirəm. Zibillərinizi xahiş edirəm, maşınınızda tutun, zibil qabına atın. Baxın, burada da yenə də var. Belə, Əsgəran qalasını görürsünüz. Əsgəran qalası ora qədər uzanır. Xocalı soyqırımı baş verəndə, hansı ki bu istiqamətlərdə o hadisələr baş verir. Gördüyünüz bu ərazilərdə. Mənə də bilgini elə veriblər. Mən də bu bilgiləri sizə ötürürəm. Uşaqlar, hal-hazırda Xocalıdayıq. Belə yol üstü göstərə gedəcəm. Elvin demişəm, bura bir Amerika havası verir insana. Sanki Amerikadasan. Gördüyünüz kimi Xocalımız. Gözəl Xocalımız. İnşallah daha da gözəlləşər, inşallah daha da inkişaf eləyər. Hər şey əladır məncə. Qabaqda park var. O parkı göstərmişəm sizə. Mənim izləyicilərim bilir. İndi ola bilər bu videodan rastlaşmışıq. İndi izləməyə başlamısınız məni. Abunə olub digər videolarımı da izləyə bilərsiniz. O parkı da yenə qardaşınız sizə göstərəcək. Xocalıdan, Əsgərandan Xocalıya keçdik. Yavaş-yavaş üzü yuxarı doğru çıxırıq. Xankəndiyə qədər gedəcəyik. Xankəndidən də Şuşaya çıxacaq. O panorama mənzərəni sizə göstərəcəm təbii ki. Belə bir yerlər. Biraz qabağa gedəcək. Görəcək qabaqda nə var. Ondan sonra yenə də davam eləyəcək. Bu yaşıllığı göstərmək istirdim sizə. Amma biraz tələsirik deyə. Dedim burada düşməyim. Çünki bundan öncəki videolarda göstərmişəm. Xanımlar və bəylər, artıq Xankəndidəyik və Xankəndinin daha doğrusu girişindəyəm. Burada bir abidə var. O abidəni öncəki gəlişimdə çəkmişdim. Amma indi çəkmək istəmirəm. Bir çoxunuz bilirsiniz. Burada I love you Xankəndi yazılıb. I love Xankəndi, daha doğrusu üzr istəyirəm. Xankəndinin giriş yoludur bura. Xankəndi videoma baxmamısınızsa mütləq baxmalısınız. Çünki çox detaylı bir şəkildə gəzmişdim. Şuşanı da eyni şəkildə detaylı gəzmişdim. Ayrı-ayrı baxmaq istəsəniz oradan baxa bilərsiniz. Uzun sözün qısası. Dıppulumuzu orada saxlamışıq. Uzun sözün qısası. Dıppulumuz da buradadır. İncitmədən bizi gətiribdir bura. Düzdür, yuduzdurmuşduq. Biraz çirkləndi, ev yoxdur. Xankəndinin mərkəzində bir su tutarıq. Gözəl Xankəndimizdəyik. Hansı ki burada kilsənin yanına gəlmişik. Şəhərin mərkəzindən gəldik bura. Uşaqlar, portal məsələsinə bir açıqlıq gətirmək istəyirəm. Portal sizin maksimum 2 dəqiqənizi alır. Yəni portalı almaq, portaldan qeydiyyatdan keçmək. Çox adam deyir çətindir, belədir, elədir. Yox, çox asandır. Uşaqlar, təhlükəli yerlər var. Bəzi insanlar deyir ki, biz niyə ora portaldan keçməliyik? Burada bəzi yerlər həqiqətən də boşluqdur. Ola bilər də insan da çıxar, gedər ora. Hər hansı bir cinayətkar olar, gələr o evlərdə gizlənər, orada sığınar, bir şey olar. Var bir məsləhəti ki, hələ də portal davam eləyir. Çünki yorumlar gəlmişdi öncəki Xankəndi videosundan. Çox qloballaşdırmışdınız. Buradan da demək istəyirəm ki, qlobal bir problem deyil. Qardaşınız hər zaman olanı deyir. Var olandan danışır. Var olan da asan da olmasıdır. Belə, mən gəldiyim zaman bunun içinə giriş yox idi. İndi isə bilmirəm, giriş var və ya yoxdur. Ucundan göstərəcəm. Bilirsiniz ki, Xankəndi videom var. Gəzmişdim. Hətta səhv etmirəmsə 650 min izlənmişdi deyəsən. Desəm ki, buradan Şuşa görsənir. Bəlkə də yalancı olmaram. Yuxarı hissələr artıq Şuşaya aiddir. O yollarda göstərəcəm sizə. Uşaqlar, Tərtər videoma baxmışsınızsa bilirsiniz, qardaş mənə qonaq aparmışdı. Bu da oğludur, pul axtarır. Allah saxlasın. Sağ olun, sağ olun. Var bir qulluğu. Şükür abi, yaxşıyam. Tərtərdə vəziyyət nətər? Gəlmişsiniz gəzməyə. Yaxşı eləmsən abi. Sən necəsən qaqa? Yaxşısan? Gəl səni də öpüm. Görüşər ya abi. Çıxacaq Şuşaya, istəsən görüşək. Qulluq eləyə bilərsiniz. Yox, oralardan Canın sağ ol. Laçından zaten proqram gəlmişəm. Elə, Laçın yaxşıdır. Gözəl. Super. Görüşər ya abicəm. Ol, sağ salma. Sağ ol. Sağ ol. Necəsiz? Sağ ol. Təşəkkür edirəm. Həmişə istirahətdə.
Proyektor lazımdır. Gəlin sizə proyektor.az-dan bəhs eləyim. Burada proyektorların alışı, satışı, təmiri də var. Hətta kiralaması belə var. Yox Pələng, biz yenisini istəyirik desəniz, narahat olmayın. Yeni proyektorlar da satırlar. Əlavə məlumatlar üçün ekranda yazılan əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Gedəndə də desəniz Pələngin qohum əqrabasıyam, yaxşı olar. Öpürəm sizi. Artıq yavaş-yavaş Şuşaya çatırıq. İstədim ki, Xankəndinin sizə mənzərəsini göstərəm. Gördüyünüz kimi Xankəndi buradan başlayır. Ta iləri qədər davam edir. Bilmirəm nə dərəcədə görsənəcək ya yox. Amma mənzərə özüdür. Bir də çox qəşəng havada gəlmişik. Uşaqda kimsə var. Uşaqda həyət var, nə var, piknik eləyirlər. Səs gəldi. Xankəndi qardaşım. Görüm turbaya çıxa biləcəm. Çıxıqlarım evdə. Hop! Xankəndini görürsünüz necə qəşəngdir. Tarazlıqda durmağa çalışıram. Ona görə. Baxın, görün nə səliqəli görsənir. Bayaq o kilsənin yanındaydıq, mərkəz isə bu tərəfdədir. Bu isə Xankəndinin yuxarı hissələrdir. Vay 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 qardaşım. Ona girərsən bizim maşına. Ay maşallah, necə çıxır? Belə uşaqlar, Xankəndini göstərdim buradan. Və sizi öpüb Şuşada görüşərik deyirəm. Gəldik, çıxdıq Şuşa qalasına. Hansı ki Şuşa qalası tam olaraq önümüzdədir. Aşağıda da Şuşa türməsi var. Onu da Şuşa videosunda göstərmişəm. Biz isə çıxırıq Şuşa qalasına tərəf. Elvin, orada sən maraqlı bir sual verirəm. Görüm onu tapa biləsən ya yox. Nə? Həm də izləyicilərimə verəcəm. Amma bilirlər. Mən açıqlamışam. Köhnə izləyənlər varsa bilir. Mən baxmamışam, amma sən o bilir. Okey, gedək. Nə haqqında tarixi bir şey. Tarixi deyil, bir şey göstərəcəm və sənə deyəcəm ki, səncə bu nə üçündür? Yaxşı. Okey. Deyirsən, belə bilirəm, elə bilirəm. Yox, o qədər də bilmirəm. Elvinin əməl hacatı məndədir. Gördüyünüz kamera bir balaca bahalıdır. Çəkişlərimizi bununla eləyirik. Səhv etmirəmsə gövdə hissəsi 7500-7000 manat olmalıdır. Lənsi isə 1500 elə bir şey olmalıdır. Və gözəl Şuşa qalamız. Elvinə gəlir yavaş-yavaş. Buraları detaylı və detaylı gəzmişəm. Hər yerini. Baxın, sualım bundan ibarətdir ki, bu yerlər nə üçündür? Bu yerləri qalada nə üçün qoyublar? Bilənlər yazsın, xahiş edirəm. Elvin, gördüyün bu yerlər var ha. Səncə nə üçündür? Bu balaca pəncərələr. Bu yuxarıda olanda mən bildiyim qədərilə oxçuların yeri falan olur. Yox, gəl içinə bax. Nədirsə odur. İçi də var. Hə, bax bu nə üçündür bax? Bura. Bura nədir doğrudan çox? Okey, gəl sənə belə bir söz deyim. Amma bir şey yox. Daha doğrusu demirəm. Uşaqlar yorumlara yazarsın. Ya da tez ol. Gəl. Oo, Pələng, küləyə bax. Lənət olsun. Aktyorluq çox gözəl idi. Bir dəfə dedi təbii çıxdı. Dedi bir də dedim. Vay 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 vay. Qəşəng küləkdir. Üşüdüm ha bu arada. Hə, soyuq. Soyuqdur. Qardaşım, bura Şuşadır. Buranın zarafatı yoxdur. Gecə burada kondisioner, yəni soyuducu zad qoşmurlar. Soyuducum biraz bastım amma. Salam əleykum. Məncə, Burada Şuşa. Bura o məşhur Cıdır düzü buradır da, düzdürmü? Hə, qardaş. Qəşəngdir. Gəl buradan gedək, qəşəng səliqəli. Burada şəkillər var. Məsələn, 70-ci, 80-ci illərdə dayday çəkdirib cavan olanda. Sonrasında hə, gəlir təkrardan çəkdirir. Bir Şuşa qartalı olaydım, süzüləydim buralarda. Burada olmaq necə bir işdir? Üşüyürəm. Həqiqətən biz soyuq vaxtına rast gəlmişik. Açıqını taxıram ki, üşüməyim. Gözlərim üşüməcək. Gözlərim üşüməcək. Burada da insanlar Amma istirahət edir. Soyuqdur həqiqətən.
Külək saçlarımla rəqs eləyir sanki. Hal-hazırda Şuşadayıq. Şuşanın demək olar ki, mərkəzinə yaxın bir yerdəyik. Bu əraziyə nə deyirlər abi? Sentr yerində, köhnə avtovağzal. Köhnə avtovağzal. Hə, bura elə idi. Okey. Deməli, səhər yeməyi 2 nəfəri 25 manat. Uşaqlar, görürsüz, şayələrə inanmayın. Mən video çəkəndə də mənə deyirsiniz ki, yalan danışsam. Mərcidir 4.50-dir. Ət yeməyidir 10.50. 10.50. Endirim var 20%, 9.60-a düşür. Hətta endirim də var. Sonra çay isə burada 5 manatdır. Gördüyünüz kimi. Kofelər 4 manat, 5 manat, 6 manat. Demək ki, eşitməklə yox, görməklə bəzi şeylər həll etmək olar. Qaldığım evdə buradır. Öncəki videodan xatırlayırsınız. Qonaq qalıram burada dostumun evində. Belə. Məhəlləni də göstərim. Yuxuluyam üzrə sayılır. Belə bir də məhəllə var. Biz hazırlaşaq, yavaş-yavaş çıxaq. Hal-hazırda Laçının yolundayıq. Hansı ki 30 kilometr məsafəni 1 saata qət eləyəcək. Yol ancaq, buranı göstərə bilərsən. Belə Pereval deyirlər, yol qıvrımı deyirlər. Belə bundan ibarətdir. Şuşadan çıxmışıq, Laçında da biraz çəkiliş eləyəcək. Laçının bir iki yerini görəcəm. Ondan sonra artıq Şuşaya qayıdıb, oradan da ya Allah deyib Bakıya gedəcək. Belə, istədim ki, burada bir yolu göstərəm sizə. Rahat da gedirik, hər şey havadır. Hava günəşlidir, amma dəhşətli dərəcəsində isti deyil. Havadır. Bu arı nə istəyir bizdən? Yəni, Laçın özü də, daha doğrusu Laçını görməmişik. Laçının yolu belə çox maraqlıdır. Bir dənə qışda qarda fikirləş buranı. Yaxşıdır, qəşəngdir. Hündürlük çoxdur, videoda çox bilinmir də. Bilinmir məncə də. Ümumiyyətlə, bütün blogerlər o deyir, bura çox hündürdür, zaten amma hiss olunmur. Mən həmişə demişəm ki, yəni bilmirəm kamerada necə görsənir, amma mən belə çox vahiməli görürəm və ya çox rəngli görürəm. Amma bir şey diqqətimi çəkdi, bu güllər fərqli gül növləri var. O çox qəşəngdir. Redki görə biləcəyimiz Hə, gül məsələn, növləri. düzə bu gül belə. Bu var, hər yerdə var. Hər yerdə var. Bax orada Deyəsən o biz bir sarılar, balaca basırıq, hə. o sarılar qəşəngdir. Bax birinci dəfədir görürəm. Sizə belə bir söz deyim ki, Laçını piyada bir şəkildə gəzmək qeyri-mümkündür. Ancaq maşınla gəzə bilərsiniz, bir də motorla. Velosipedlə buraxa bilərsiniz özünüzü, qayıtmaq çətin olar. Çünki vəziyyət budur da, qardaş. Şəhərə bax, bir dənə rayona bax. Necə belə rayon. Bizim gözəl Laçınımız. Laçının dağları biraz çıplaqdır. Tam olaraq yaşıllıq deyil. Bax, gecə bura odur məncə. Gecə dayanırsan burada, mənzərənin həzzini yaşayırsan. Dedilər, Laçın bulvarı olmalıdır və asma körpü olmalıdır. Bu nə sözdür? Laçın bulvarını və asma körpünü inşallah tapacağıq. Bulvar dedim, amma bulvar. Orada seyrəngah var idi. Deyir, axşam burada yer olmur da, yəni hamı gəlir, burada seyrəngahda dayanır, termosda çayı falan. Sönmüsən Həsən? Yox, yaxşı. Gənclər, Həkəri çayının bulvarına gəlmişik. Hansı ki bura var ha, çox gözəldir də. Yuxarıdan düşəndə də qəşəng görsənirdi. Burada da insanlar istirahət edir, əylənirlər. Bu balacada tıbbınlar var, ağlayır amma. Niyə ağlayırsan qana? Vay, qardaşım. Nədir bu belə, nədir bu belə? Nədir bu belə, ay maşallah. Ora düşə bilərik bax, qarşı hissəyə. Bax, Laçın budur da, qardaşım. Vəziyyət budur. Qarşı tərəfə çalışacağım ki, qarşı tərəfə göstərəm sizə. Bax, bura plyaj üçün çox uyğundur. Suyuna baxın bir də. Suyu qəşəkdir. Suyu özüdür. Qarşıdan keçmək olur. Mən rutin kimi gəlib buradan fırlanmaq istəyirəm. Qarşıdan keçəcəm. Belə necə görsənirəm? Qəşək. Məncə də qəşək. Okey, burada bir də ataq ikiyə. Çıxdı. Belə şeylər eləməsələr çox gözəl olar. Yəni çətin bir şeylər deyil bunları tabii saxlamaq. Hə, indi
İndi başa düşdüm. Bildiyiniz bura başdan axıra bir bulvardır. Çay qıvrıla axır. Bu birisi sahilindəydi, indi bu birisi sahilinə keçdik. İlərdən də çayı göstərəcəm sizə. Qarabağda gəlib belə yerlər görmək adama çox xoş təsir bağışlayır. Bu da asma körpüdür, səhv etmirəmsə. Suyun üstü ilə keçirik. Uşaqlar, burada elektrikli trisiklər var. Hansı ki, Vüsal qardaş, salam əleykum. Necəsən abi? Bunları götürüb park ərazisində sürə bilirsiniz. Bunun dəqiqəsi, saatı 15 dəqiqəlik verilir, yəni park ərazisində sürmək olur, 10 AZN edir. 10 manat. Sonra artıranda yarım saatı 20 manat. 20 manat, bəli. Art. Okey. 2 nəfər minə bilir, yəni bir böyük ya və yaxud iki uşaq. Bəs gəlib desələr ki, Pələngdən görüb gəlmişik, nə qədər endirim eləyərsiniz? Onda 20 dəqiqəlik verərik. Okey. Gəlsəz, Vüsal qardaş tapsaz, yerində bir başqası olsa, desəz ki, Pələngdən gəlmişəm, Pələngin izləyicisiyəm. 10 manata 20 dəqiqəlik verəcəklər. Hansını götürüm abi? Hansı qəşək gedir? Mənim gözüm bunu tutdu. Zaryadkası var bunun? Bəli, bəli. Ya da abi səni çətinə salmayayım da, hazır burada var, bunu götürüm. Hansın bunu? Hə, bunu. Hal-hazırda Elvin bəy gəlibdir. Bir dəqiqə Elvin bəy, qaz verməyin xahiş edirəm. Bir dəqiqə çəkin. Teşekkür ederim. Sürəm oğlum. Ver mənə. Bəli, Elvin bəy. Gedirik. Hal-hazırda lasınlar. Pələnci görməkdən bezmədik. Biz fərqli adamlara baxın. Yavaş, yavaş. Yavaş. Ləzzətdən gəlsin 40 gedir hə. Neçə? 40. 40 mı gedirik? Hə. Ne yavaşdır? Nə var ki bu kuşu? Bu hara kimi gedir belə? Gedəcək qabağına baxın. Aslında gəzərək buradan götürdüm. Gəzirik adama. Aslında o kadar da yani heyecanlandırmır. Prosta da content çıxsın deyə. Sən də tərcih edirik belə yavaş yavaş. Hə, çox yavaş gedirik əslində. Görürsün uşaqlar, burada bir yarada bilərlər. Bəli. Oy. Girirdi ya səni. Buna değmeseydi, değseydi. Neyse de Keçər keser. sən olar. Ora keçmək olmaz da, çünki orada şəxsi villalar yəqin falan var onun. Ay maşını orada çəkək bəlkə maşını salıb ora. Yox, sür gedir. Çəkilsin. Bir köpülü yer deyil. Az qalsın bu ipə girəcəkdik. Yavaş. Deyən sənə lazımdır. Gün təpəmizə döyə. Bir taksi yolla. Çiçek taksi durağı burası. Kiminin parası, kiminin duası. Yolla. Bir taksi yolla. Çiçek taksi. Nerede gelsin adamım şu yola neden çıkamıyorum ha? Kardeşim ne var? Dönəməyəsən, sürətlə get. Su gəlir, üstümüzə. Allah. Ay, sən görəcəyin işə də. Standım hepsin. Bu su məndən əl çəkmir. Oy. Götürük yanına çiçeğine serinliğe. Hə, davay. Oy, üşüdüm o. Bu nədir? Ay, bəsdir. Ay, standı mikrofon. Ay.